Təpəsinə bir güllə vurar. Yəqin ki, bağışlamaram. Öldürməklə yox. İnsan özünə qarşı hörmətsizliyidir. Allah uzaq eləsin. Allah biraz çətin sualdır. Abartmaq lazım deyil. Xəyanət münasibətdə ən ağır zərbələrdən biridir. İnsan sevdiyi birinin ona xəyanət etdiyini öyrənəndə qəlbindəki inam və sevgi sarsılır, həyatına olan baxış dəyişilir. Bəs gəlin görək şəhər sakinləri necə xəyanətə uğradıqlarını öyrəndikləri zaman hansı addımları atarlar? Qəribə sualdır. Baxır gözləyim adamına da. Adam var təpəsinə bir güllə vurar, adam var boşuyar. Əgər ortada uşaq varsa bunu məhkəmə yolunu həll eləmək olar. Bunun cürbəcür variantları var. Baxır insanına. Əgər həyat yoldaşınızın xəyanətini görərsinizsə, ilk atacağınız addım nə olar? Vallahi mən heç nə deyə bilmərəm onu. Allah uzaq eləsin bizi. Amma nə olar ki? Bilmərəm vallahi. Allah biraz çətin sualdır. Amma yenə də deyərəm ki, veriləsi bir cavab dördə çətindir. Amma inanmaram ki, mənim yoldaşım mənə xəyanət eləsin. Biz demir yedir. Əgər elə bir ehtimal olarsa əgər, yəni fikrinizdə nə addım atarsınız, nə edərsiniz? Təbii ki, ayrılaram. Əvvəla o düzgün sualdır. Mən belə əgər xəyanət edərdisəm o, mən onu öldürməklə yox, öldürərsən gedib tayda canını çürüdərsən türmədə. Mən onu hasatça verib məhkəməyə boşanaram. Ki, xasiyyətimiz düz gəlmədi. Başqa nöqsan qoymaram ona da. Ona hərə bir cürə yanaşır da. Kimisi vurub öldürür o dəqiqə, savaş ikisini də ola bilər vurub öldürəsən. Kimisi birini öldürər, biri qaçar. Bəs siz? Mən deyirəm, mən onunla ayrılarsan. Ən yaxşısı elə ayrılıb rədd eləsin gedə. Əgər həyat yoldaşınızın xəyanətini görərsinizsə, ilk atacağınız addım nə olar? Boşuyaram. Həyat yoldaşınızın xəyanətini görərsinizsə, ilk atacağınız addım nə olar? Boşanarsınız yoxsa boşanmarsınız? Yox. Necə? Yox. Yəni boşanmarsınız. Yox. Səbəb niyə? Nə bilim. Həyatda hər şey olur. Yəni ki, bunu bağışlamaq olar. O düzün desəm, 2 uşaqlıyam mən, evladlarım da var da. Fikirləşərəm yəni, amma yəqin ki, bağışlamaram. Bağışlamarsınız. Bəs ayrılma olar, ayrılarsınız. Çətin məsələdir, çünki ailə elə bir şeydir ki, ailə quranda dağıtmaq çox çətin məsələdir. Yəni uşaqları var, ev eşiyə ayırmaq var. Yəqin ki, yox. Yəni heç bir şey. Hər şeydə ötürü ailə dağıtmaq olar. Heç vaxt. Yoluna qoymaq lazımdır da. Hər şey, yəni ki, abartmaq lazım deyil, yoluna qoymaq lazımdır. Hər şeyə görə ailə dağıtmaq olmaz. Onu mən çox fikirləşərəm ki, birinci baxaram yoldaşımın həyatına ki, yəni o mənə necədir, necə davranıcadır. Çünki özüm o həyatı yaşamışam. Belə yaşamışam və həyatımı yoldaşına şanslar qoymuşam. Sən o xəstə insan idi. Hər şeyin bağışda gəldim. Sonrasında baxdım ki, o insan mənə yəni vəhşi dərəcəsinə oldu. Döyməyi, söyməyi, hər şey oldu. Yəni hər şeyi keçdim. Hal özünə də bu dəqiqə bağışlamışdım da ki, yəni keçsin etsin. Çünki bu qadınlarımız var ha, boşanmaq var qardaş. O boşanmanın axırı yoxdur. Mən burada səslənirəm ki, qadınlarımız boşanmayın. Ailənizi bərk tutun. Şəhət bu uşağımı da mən bərk tutdum, saxladım. Bu dəqiqənin içində qoruyuram da. Əgər həyat yoldaşınızın xəyanətin görərsinizsə, ilk atacağınız addım nə olar? Bağışlayaram. Çünki övladımın atasıdır. Bağışlayarsınız. Bəli, çünki övladımın atasıdır. Mənim həyat yoldaşımdır, yol yoldaşımdır, can yoldaşımdır. Can, əsl Azərbaycan fədakar xanımı. Bəs siz necə? Sizin fikriniz necədir? Mənim də fikrim eynidir. Məsələn, o kişidir, kişini bağışlamaq olar. Ailədir, ailəyə hörmət lazımdır, saymaq lazımdır. Xəyanət etsə belə bağışlamaq lazımdır. Bağışlamaq lazımdır. Bəli. Bəli. İndiki bizim yəni zamanədə yaşayanlar, yəni Sovet dövründə, bəli, biz bağışlayırıq. Amma indiki qızlar sunkanı alır çamadanı, qaçdı ata evinə. Budur, bağışlamaq, ailənin xətiri üçün. Bax, bugünkü günü bizə can yoldaşımızdır, həyat yoldaşımızdır. Hər şeyi qurban verməliyik. Mən ayrılaram. İndi Azərbaycan gəncləri, yəni valideynlər falan deyir ki, uşağa görə belə şeylərdən keçmək olar. Əslində gənclər də razıdır ayrılmağa. Razıdır, amma yəni çox istəyir ki, uşağa görə bu xəyanəti görməzdən gəlmək olar falan filan. Amma məncə bu insanın özünə qarşı hörmətsizliyidir. Yəni özünə hörmət edən bir qadın elə bir şey götürməz.
Yəni qısacası ayrılar. Çünki zaten bir eləyən, bir də eləyər. Deməli sevmir ki, gedir başqasından aldadır. Yəni məncə belə. İndiki dövrdə ümumiyyətlə sevgi deyilən bir şey yoxdur. Sevgi ola bilər vətənə, sevgi ola bilər hansısa heyvana, ailəyə, belə sevgi ola bilər. Amma sırf bir münasibətdə sevgi mən inanmıram. Çünki o nə vaxtsa bitir. Ən önəmli olan hörmətdir. Qarşılıqlı hörmət olmalıdır bir-birinə. Siz də ayrılarsınız? Təbii ki. Bilirsiniz İndiki necə? məncə gənclərin çoxsu ayrılar, özünə hörmət eləyən şəxs. Yo, Jale, həqiqətən elə deyil. Çox gənc yəni ayrılar, amma əvvəlki düşüncədə olan adamlar, onlar deyir ki, yox, ailəm var, uşaq var, ona görə ayrılmaq düzgün deyil. Əvvəlki düşüncə Amma də əslində deyil. səhv düşüncədir o. Əvvəlki düşüncə. Bir psixoloq bacısı olaraq deyirəm ki, indiki münasibətlərdə oğlan qızı manipulyasiya edir necə? Səni mənim qədər sevən olmaz. Qız da fikirləşir ki, da, yəni mən ayrıldım, vsyo. Mənə baxan yoxdur, mən evdə qaldım. Amma belə bir şey yoxdur qızlar. Yəni sevin, həyatı sevin, heç kimə bağlı yaşamayın. Bəli, oxuyun, təhsil alın, ən önəmlisi Öz təhsildir. ayaqlarınızın üstündə durun. Və onu da deyə bilərəm ki, həyat cidden o qədər qısadır ki, kiməsə bağlı yaşamağa dəyməz. Dəyməz. Məncə səhvləri bağışlamayın, çünki bizi də səhvlərimiz bağışlanmayıb. Əgər həyat yoldaşınız sizə xəyanət etdiyi anda ilk atacağınız addım nə olar? Hələ boşanmaq. Ancaq boşanmaq. Bəli. Barışmaq, ailəni dağıtmamaq, davam etmək kimi bir fikirlər yoxdurmu sizdə? Yox. Niyə boşanar? Əleyhinəyəm. Aldadıbsa yenə aldadacaq, barışmaq zadı yoxdur. Olacaq.